Salam, Biologiya DİM 2-ci hissə 2023-cü il üçün növbəti sualların izahına başlayaq. Bizim bugünkü izahımız 44-cü sualdan başlayır. Baxaq görək 44-cü sualda. Xətlərarası hibridləşmə nəticəsində əmələ gələn və rişeym xromosom dəsti heksaploid olan çəhli bitki haqqında verilənlərdən hansı doğrudur? Bilirik ki, xətlərarası hibridləşmə zamanı əmələ gələn orqanizmdə heterozis effekti müşahidə edilir. Burada isə deyilir edilmir. Deməli, bax, A variantı yanlışdır. Keçirik. Endosperm hüceyrəsində xromosom dəsti 6N-dir. Baxırıq, ikiqat mayalanma zamanı bildiyiniz kimi mərkəzi hüceyrə 6N-ə bərabərdir və bunun meyozu zamanı 3N spermi xromosom dəstinə malikdir ki, onu toplayanda 9N olur. Odur ki, B variantı da yanlışdır. Keçirik, qametlərin xromosom dəsti haploid ola bilər. 6N-in yarısı 3N-dir, haploid ola bilməz. Keçirik, xromosom dəstində resessiv A geninin miqdarı 2-dən çox ola bilər. Bax, bizim doğru cavabımız bu olacaq. Bax, bildiyimiz kimi 6N-in yarısı 3N-ə bərabərdir. Deməli, 3N-imiz ola bilər ki, resessiv kiçik A, sonra yenə kiçik A, sonra yenə də kiçik A genini daşısın. Odur ki, bizim doğru cavabımız burada D variantı olacaqdır. Ona görə daha buna baxmırıq, keçirik növbətiyə. 45-ci sualda tetraploid çəhli bitkinin heksaploid bitkinin tozcuğu ilə, deməli, bax, fikir verin, 6N xromosom daşıyan erkək bitkidir. Bunun qameti 3N olacaq. Bunun qameti isə 2N olacaq. Burada bu dişi fərddir. İndi bizdən soruşulur ki, bunların tozlanmasından alınan hibrid toxumun rişeym hüceyrələrində. Rişeym hüceyrələrində ikiqat mayalanmada bildiyimiz kimi yumurta hüceyrə ilə spermlərdən birinin birləşməsindən. Bunu da bu dişi bitkidir, bu erkək bitkidir. Toplayırıq, olur 5N. Deməli, bizim rişeyimiz olacaqdır 5N-ə malik. Endosperm hüceyrəsində tapmaq üçün isə bizim mərkəzi hüceyrəmiz 4N-ə bərabərdir dişi bitki üçün. Erkək bitkidən də qametin onun üzərinə gəlsə, spermi üçün deməli 4N, bu da 3N, 7N olacaqdır. Odur ki, doğru cavabımız A olacaq. Keçək 46-cı suala. Bağırsaq xəstəlikləri törədicilərindən hansını antibiotiklərlə məhv etmək mümkün deyil? Baxırıq bura. Öküz solitereyi parazitdir. Elə A variantı doğrudur. Çünki öküz solitereyin qurd qovucu preparatlarla aradan qaldırmaq olar, məhv eləmək olar. O ki, qaldı bağırsaq çöpü bakteriyadır, difteriya, batsili bakteriyadır, vəba vibrionu da bakteriyadır, streptokok da bakteriyadır. Deməli, onları antibiotiklə məhv etmək mümkündür. Antibiotiklə məhv etmək mümkün olmayan A variantıdır. Odur ki, doğru variant olacaq. Keçirik 47-yə. Ata birinci qan qrupudur. Ana isə 4-cü qan qrupuna malikdirsə, ana bətnində inkişaf edən qızın göbək ciyəsində axan qan hansı qrupa aid ola bilər? Bax, bu homozigotdur. Burada cəmi bir tipdə, yəni 0 qametli. Burada isə ola bilər ki, həm A, yuxarıda yazmaq olmur,
Bir dəqiqə bunu aşağı. Aha. Deməli, burada isə iki tipdir. İki tipdə həm A, həm B geni daşıyan, deməli, A, həm də B geni daşıyan qametlər olacaqdır. Bax, təsəvvür eləyin. Bu 0 A ilə birləşərsə ikinci qan qruplu. Bu 0 B ilə birləşərsə üçüncü qan qruplu yaranacaqdır. Odur ki, 2 ilə 3 B variantında mövcuddur. Bir dənə doğru cavabımız olacaq. Keçirik 48-ə. 48-də deyilir. Əgər qapalı mühitdə bitkilərdə fotosintez zamanı qlikozanın miqdarı artarsa, onları əhatə edən havada oksigenin və karbon qazının miqdarı necə dəyişər? Əgərləri fotosintez məhsulunda qlikozanın miqdarı artırsa, deməli orada fotosintez prosesi gedir. Bu zaman oksigenin miqdarı artacaq, karbon qazının miqdarı isə azalacaq. Elə cavabımız A variantı olacaqdır. Növbəti sualımıza baxaq. Burada verilibdir 49-cu 49-cu sualda. Qadında baş beyin yarımkürələr qabının sol hissəsindəki hüceyrələrin sayını N ilə işarə etsək, yarımkürələr qabığındakı alstom xromosomların cəmi neçə olar? Bildiyiniz kimi insanda bir növədə olan alstom xromosomların sayı 44-ə bərabərdir. Ona görə də bir sol yarımkürədə 44 N, amma burada hər iki yarımkürələr qabı soruşulduğuna görə 44 N-i 2-yə vururuq, olur 88 N alstom xromosomların cəmi. Cavabımız bu olacaqdır. Baxırıq 50-də, kişilərdə soruşur indi baş beyin yarımkürələr qabının sol hissəsinin hüceyrələrinin sayını N ilə işarə etsək, yarımkürələr qabığındakı alstom xromosomların sayını cəmi neçədir? Bu da yenə həmin sualdır. Sadəcə erkək və ya dişidə xromosomun sayı bildiyiniz kimi bir növədə 46 ədəddir. Ona görə də alstom 88 N olacaqdır. Dənəvər tel bildiyiniz kimi mitoxondridir. Azotlu əsasların növ sayının nukleotit növünə bərabər olduğunu söyləmək olarmı? Bildiyiniz kimi mitoxondri və yaxud dənəvər tel iki membranlı orqanoiddir, həmçinin genetik aparata malikdir. Onların həm DNT-ləri, həm RNT-ləri mövcuddur. Özləri üçün lazım olan spesifik silalları özləri hazırlayır. Və bildiyimiz kimi DNT nukleidləri RNT nukleidlərindən fərqlənir. RNT nukleidlərində karbohidrat ribozadır, DNT nukleidlərində isə dezoksiribozadır. Bununla yanaşı, həmçində azot əsasına görə biri məlumat RNT-də urasildir. Timini məlumat RNT-sində rast gəlmək olmur. Odur ki, olar, yox, olmaz. Çünki onda hər iki növ nukleidit olduğuna görə, olduğu üçün 5 azotlu əsas və 8 nukleidit növünə rast gəlinir. Bax, bunu qeyd edəcəyik doğru variant kimi. Qeyd elədim ki, DNT-nin azotlu əsasları adenin, guanin, sitozin, timin, RNT-də isə urasil də mövcuddur, amma nukleiditlərdə karbohidrat fərqli olduğuna görə hər bir deməli polinukleidit üçün nukleidlər də fərqli olacaqdır. Növbəti 52-ci suala keçək. 52-ci sualda şəkildə bitki hüceyrəsinin iki orqanoid arasında verilən maddələr mübadiləsi prosesi göstərilmişdir. Bunlar arasında rəqəmlərlə işarələnmiş hansı maddələrin mübadiləsi baş verə bilər? Baxırıq. Bu mitoxondridir, bu da xloroplastdır.
Bunların arasında hansı maddələr deyil mübadiləsi, hansı maddələrin mübadiləsi baş verə bilər? Yəni mitokondriya xloroplastda nə verə bilər? Bildiyimiz kimi mitokondriya adətən ATF-nin sintezini həyata keçirir və orada məhsul olaraq ATF ilə yanaşı həm karbon qazı, həm də su əmələ gəlir. Odur ki, bax, birinci karbon qazı ola bilər, ikinci su ola bilər. Burada isə xloroplast bildiyiniz kimi üzü maddə hazırlayır. Üzü maddə hazırladığına görə fotosintez prosesi zamanı qida maddəsi verilə bilər mitokondriyaya. Həmçinin də oksigen əmələ gəldiyi üçün bildiyimiz kimi ATF-nin sintezində oksigenli mərhələnin həyata keçməsi üçün oksigen lazımdır. Həmçinin oksigen də verilə bilər. Baxırıq birincidə A variantında karbon qazı verə bilər qeyd elədi və bununla yanaşı İkinci də su verilə bilər, bura doğrudur. Üçüncü də qidalı maddələr verilə bilər. Misal, qlikoza verilə bilər bura və yaxud da ki, oksigen də verilə bilər. Odur ki, elə A variantı doğru cavab olacaqdır. Bu qədər. Sağ olun.